Salam, hər vaxtınız xeyir olsun kanalımda. Xoş gördük sizləri. Bugün mən sizə kiçik summativ qiymətləndirmə, 6 sinif, 7-ci sinif daha doğrusu namazov qiymətləndirmədən bir variantını izah edəcəm. Deməli, birincidə dövrdə 3 verilibdir. Biz onu çeviririk ilk öncə. Çevirsək olacaq bu 900-də. Dövrdə yəni bir dənə 3 olduğu üçün bir dənə 9 yazılır. Onun qarşısındakı rəqəmlərin sayı qədər isə 0 yazılır. Yəni olacaq 900-də 203 çıxılsın 20. Birinciyə yazırıq deməli. 12 tam 900-də 203 çıxılsın 20. 12 tam qalır öz yerində, 900-də yerində qalır, 203-dən 20 çıxırıq. 203-dən də 20 çıxanda qalır 183. Sər aparsaq, 183-ü 3-ə bölsək, qalır 61. 900-ü də 3-ə bölürük, bu da qalır 300. Yəni cavab oldu 300-də 61. Bizdən də ulduzun yerinə yazılacaq rəqəmi soruşurdu. Cavab olur 300. Yəni C variantı. Gəlir ki, iki nöqtə arasındakı məsafəni istəyirsə biz B-dən A-nı çıxmalıyıq. Yəni 4/4-3-dən çıxmalıyam mənfi 3/3-də 1-i. 2 mənfi də qarşı-qarşıya gələndə toplama işarəsi verilir. Yazırıq. Deməli, 4/4-3 çıxılsın mənfi 3/3-də 1. 2 mənfi toplama verdiyi üçün 4/4-3 ilə toplayırıq 3/3-də 1-i. Ortaq mərəz 12 götürürük. Olur 4/12-də 9. Üstə gəlsin 3/12-də 4. Bu da edir 7/12-də 13. 13-ü də 12-yə böləndə 1 tam edir. Gəlir üzərinə 8/12-də 1. Yəni cavab olacaq 2-də A variantı. 3. Bu cəmi əks olan ədəd oxu üzərində hansı iki qonşu tam ədəd arasında yerləşir, onu yazmalıyıq. Deməli, ilk öncə bunu tapırıq. 2/99-da 12 ilə toplayıram 4/9-da 5-i. Yazırıq 2/99-da 12 üzərinə gəlsin 4/9-da 5. Və ortaq olaraq 99 götürürük. Olur 2/99-da 12 qalır öz yerində. 4/99-da 55. Toplayanda deyir 6/99-da 67. Buna da əks olan mənfi 6/99-da 67-dir. Bu hansı ədədlər arasında yerləşir? Mənfi 6 və mənfi 7 arasında. 3-ə də uyğun olacaq deməli. 4. Bir ifadənin qiymətini tapın. İlk öncə biz M-in qiymətini yazmalıyıq. M gördüyünüz kimi dövrdə təkrarlana gelir. Yəni bu M bizdə əslində 3/dövrdə 6-dır. Yazırıq ki, M bərabərdir 3/dövrdə 6. Bunu da keçirsək kəsirlə 3/90-da 15 edir. İxtisar aparsam 3/6-da 1 alıram. Və bu da edir bizdə 6-da 19. Bunu tapdıq. İndi 12-ni vurmalıyam 6-da 19-a. Çıxmalıyam 6-da 19-un kvadratına. Birinci bunu hesablayaq. Sonra 106-nı M-ə vurarıq. Yəni 6-da 19-a vurub bölərik. 12 ilə 6 ixtisar getdi, qaldı 2. 19-u da 2-yə vururam. 19 da 2-yə vuranda alırıq 38. 38 çıxılsın. Bunu da kvadrata yüksəlsək olur 36-da. 19-da 19-a vururuq. 19 da 19-a vurulanda qalır cavabımız 361. Deməli, yazırıq 38 çıxılsın. 361 də 36-ya bölsək, cavab alırıq 10/36-da 1. İndi bunları çıxmaq lazımdır.
38-in təbii ki, birini xırdalayıram. Çünki 38-dən birbaşa 10 çıxa bilmərəm. Birini xırdalayanda da kəsr şəklində yazanda. Yazırıq ki, 37 tam 36-da 36. Deməli, birini xırdaladıqdan sonra, yəni birini çıxdıqdan sonra qalır 37 tam 36-da 36. Və bundan da çıxırıq 10 tam 36-da birini. 7, 27. 27 tam 36-da 35 aldıq. Bunu tapdıq. İndi biz 106-nı M-ə vurmalıyıq. Çünki məxrəcdə 106 M yazılıbdır. M-mizi də bilirik onsuzda. M-miz 6-da 19-dur. 106-nı vururam 6-da 19-a. Yazıram 106 vurulsun 6-da 19. İxtisarlarımızı aparırıq. 106-nı 2-yə böləndə alırıq 53. 6-nı 2-yə böləndə 3 alırıq. Yəni olur 3-də. 53-ü də vururuq 19-a. Cavab 27. Aldıq 3-də 27. Digərimiz isə 27 tam 36-da 35-dir. Düzgün olmayan kəsrə çevirsək 36-da. 27-ni 36-ya vururam. 972. Üstünə də 35 gələndə yenə də 17 edir. Yəni alırıq 36-da 17. Və bizdə sürətin məxrəci olan nisbətidir. 36-da 1007-ni bölürəm 1007-də 3-ə. 1007-lər ixtisar gedir. 36 ilə də 3 ixtisar gedir. Qalır 12-də 1. Cavabımız olacaq 12-də 1. Yəni A variantı. 4-də də uyğun oldu A variantı. Gəldik 5-ə. İki ardıcıl tek natural ədədin cəmi bu ədədlərin hasilinə bərabərdir. Bunun üçün ilk öncə bu ədədlərin hasilini tapmalıyam. Yəni, -3 tam 4-də 9-da 6-nı vururam. -5 tam 11-də 5-ə. Gəlin bura. -3 tam 9-da 6 vurulsun. -5 tam 11-də 5. Düzgün olmayan kəsrə çevirsək 9, 27, 27-nin də üzərinə 6 gəlirik. 27-nin də üzərinə 6 gəlsək 33 alırıq. -9-da 33-ü vurmalıyam. -11-də 5-i 11-ə vururam. 55, 55-in də üzərinə 5 gəlirəm, eləyir 60. İxtisar aparsaq 11 ilə 33 ixtisar gedir, qalır burada 3. Və 3 ilə də 9 ixtisar gedir, qalır aşağıda 3. 60-dan da 3 ixtisar gedir, qalır 20. Müsbət 20 aldım. Və ardıcıl tək ədədlərimiz hansı ədədlərdir ki, toplayanda 20 eləyir? 9 ilə 11 ardıcıldır və toplayanda 20 alır. İçərisində də ən böyük olan 11-dir, yəni C variantıdır. 6. Ulduzun yerinə deyir neçə rəqəm yazsaq, bu bərabərsizlik doğru olar. Ümumiyyətlə, mənfi ədədlərdə biz bilirik ki, kiçik olan böyükdür. Böyük olan isə kiçikdir. Məsələn, burada -41 tam 515 böyükdürsə, biz bura hansı rəqəmlər yaza bilərik? Təbii ki, 6, 7, 8, 9. Yəni, bunlar buradan kiçik olmalı. 6, 7, 8, 9 yaza bilirik. Neçə dənəsində ödədik? 4 dənəsində. 6-ya da uyğun oldu cavabımız D variantı. 7. Bu bərabərsizliyi ödəyən tam ədədlərin cəminin bu hissəsini tapın deyir. Əvvəlcə bunları ödəyən ədədlər yazıram. -8, -7, -6, -5, -4, -3, -2, -1. Sonra 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Bir də 11. Biz burada 8-ə qədər hamısını ixtisar aparaq. Çünki biri mənfi, biri müsbətdir. Çıxanda 0 eləyir. Geriyə qalır 9, 10, 11. Və bunların da cəmini tapırıq. 9, 10, 11-i toplayırıq. 20, 30 eləyəcək. Və bu cəminin bu hissəsini istəyir.
Yəni 30-un bizdə 0,1 dövrdə tutuş istəyirik. Biz onu da çevirsək normalda o 90-da 12 eləyir. Yəni 30-u vurmalıyıq 90-da neçəyə? 12-yə. Yazırıq 30 vurulsun 90-da 12. Sayılarımız gedir qalır 3, 12-ni də 3-ə böləndə 4 alırıq. 7-yə də uyğun olacaq cavabımız D variantı. Gəldik 8-ə. 8-də ilk öncə mötərizənin içini hesablayırıq. Hər üçü mənfi olduğu üçün mənfilər toplanılıb qarşıya mənfi işarəsi yazılacaq. Ortaq məxrəclə biz bunların hər üçünə götürə bilərik. Deməli, 48 götürə bilərikmi? Baxaq. 21 vurulsun əslində biz götürə bilərik 2-ni, yəni 42-ni götürə bilərik. Yazırıq onda. Mənfi 42-də 42-ni 7-yə bölürəm 6, 6-nı 3-ə vururam 18 çıxılsın. 42-də 42-ni 14-ə bölürəm, eləyir 3, 3-ü də 5-ə vururam 15 çıxılsın. 42-də 42-ni 21-ə bölürəm 2, 2-ni də 8-ə vururam 16. Sonra toplayırıq. 18, 15, bir də 16-nı. Hamısını toplayanda 49 alırıq. Yəni, mənfi 42-də 49 aldım. Bunu isə vurmalıyıq 14-də 3-ə. Sayılarımızı aparırıq. 14-ü 7-yə böləndə 2 alıram. 9-u 7-yə böləndə 7 alıram. 3-ə bölürəm 1, 42-ni də 3-ə bölürəm. 42-ni də 3-ə böləndə 14 alıram. Hətta 14 ilə 7 də ixtisar gedir. Qalır burada 2. Yəni, cavabı aldıq mənfi 4-də 1. Mənfi də müsbətə vuranda mənfi. Sonra biz mənfi 4-də 1 ilə toplamalıyıq 6-da 5-i. Ortaq məxrəc 12 götürürəm. 12-ni 4-ə bölürəm 3, 3-ü də 1-ə vururam 3 üstə gəlsin. 12-ni 6-ya bölürəm 2, 2-ni də 5-ə vururam 10. Biri mənfi, biri müsbət olduğu üçün çıxılır. Və böyük işarəsi yazılır. Ondan da 3 çıxıram, qalır 7. Yəni 12-də 7. Cavab olacaq C variantı. Gəldik 9-a. 9-da tənliyi həll etməkdir. Burada çıxma var. Biz bilirik ki, əvvəlcə mötərizənin içərisində bir məhsul kimi baxırıq. Mötərizənin içində bir məhsul kimi baxsaq, mənfi 7 tam 6-da 1-dən çıxırıq 5 tam 10-da 5-i. Ortaq məxrəc 30 götürsək, mənfi 7 tam 30-da 36-ya bölürəm. 5, 5-i də 1-ə vururam. 5 çıxılsın. 5 tam 30-da 30-u 10-a bölürəm. 3, 3-ü də 5-ə vururam. 15. Bunlar da ikisi də mənfi olduğu üçün toplanılır. Olur mənfi 12 tam 30-da 20. İxtisar da geçsə mənfi 12 tam 3-də 2 alır. Buranı tapdıq. Sonra tənliyimizin içərisini yazsaq, yəni yazırıq 9 tam 9-da 5 çıxılsın x bərabərdir. Bu mənfi də o tərəfə keçirəndə müsbət olur. Yəni 12 tam 3-də 2 ilə özü də mənfi 12 tam 3-də 2 ilə toplamalıyım 11 tam 6-da 5-i. Ortaq məxrəc burada götürə bilərik 6. 6-nı 3-ə bölürəm 2, 4. Biri mənfi, biri müsbət olduğu üçün böyükdən kiçik çıxılacaq. Amma 4-dən 5 çıxmaq olmadığı üçün birini xırdalayıram. Olur mənfi 11 tam 6-da 10. İndi çıxmaq olur. Tamlar gedəcək. 6-da 10-dan da 6-da 5 çıxanda qalır 6-da 5. Deməli, bunun da cavabını aldıq 6-da 5. 9 tam 9-da 5 çıxılsın x bərabər oldu 6-da 5-i. X-də tapmaq üçün 9 tam 9-da 5-dən çıxmalıyam 6-da 5-i. İndi biz bunlara ortaq məxrəc tapırıq. Ortaq məxrəc məsələn götürə bilərik 18. 9 tam 18-də 18-i 9-a bölürəm. 2, 2-ni də 5-ə vururam 16. Çıxılsın 18-də 6-ya bölürəm. 3-də 5-ə vururam 15 alıram. Birini xırdalasam olur 8 tam 18-də 28. Çıxılsın 18-də 15. O da eləyəcək 8 tam 18-də 28-dən də 15 çıxanda qalırıq
13. 8 tam 18'də 13 aldıq. Və burada da baxıram ki, cavabda yoxdur. Neysə yanlış eləmişik. Bir də baxaq. Deməli, mənfi 7 tam 6-da 1-dən çıxdıq biz 5 tam onda 5'i. Mənfi 7 tam 36'ya bölündü. 5, 5. Mənfi 7 tam 30'da 5'ten çıxdıq. Mənfi 5 tam 30'da 15'i. 2 dənə mənfi olduğu üçün toplandı. Mənfi 12 tam 30'da 20. Yəni mənfi 12 tam 3'də 2 aldıq. Sonra bunun üzərinə biz gəldik 11 tam 6'da 5'i. Və bu ortaq məxrəc 6 götürdüm. Mənfi 12 tam 6'da 4'dən 11 tam 6'da 5'i topluyoruz. Tabii ki birini fırdaladım və çıxdıq. Biri müsbət, biri mənfi olduğu üçün çıxdıq. 6'da 5 aldıq. Özdə normalda 6'da 5'dir və biz 9 tam 10'da 5'dən isə 4'də 5'dən isə yəni 9 tam 9'da 5'dən isə 6'da 5'i çıxdıq. Ortaq məxrəc isə 18 götürdüm. 18'i 9'a böldüm 2, 2'ni 5'e vurdum 10, 18'i 6'ya böldüm. 3 üstə 5'e vurdum 15. Yəni 18'də 11. İndi biz bunu çıxmaq üçün birini xırdaladıq 9'un. Qaldı 8 tam 18'də 28. 28'dən də 15 çıxanda 13 aldıq. Yəni 8 tam 18'də düz yazmışıq. Sadəcə burada cavab yoxdur uşaqlar. Gəldik də 10'a. Deyir, bu hissəsi bu olan ədəddən. Demək, hissə qabaqdadırsa, biz 8 tam onda 4'ü bölməliyik 9'da 3'ə. Yəni 8 tam onda 4'ü vurmalıyıq 3'də 9'a. 8 tam onda 4'ü bölürəm 3'ə, vururam 9'a. Eləyir 25 tam onda 2. 24 faizi 3 tam onda 6 olan ədəd deyəndə isə 3 tam onda 6'nı 100'ə vurub 24'ə bölürəm. Deməli 3 tam onda 6'nı da 100'ə vuranda eləyir 360. Onu da 24'ə böləndə 15 alır. Bunu da tapdıq. Və bunları çıxsaq deyir fərqdə hansı ədəd alınır? 25 tam 10'da 2'dən çıxmalıyıq 15'i. O deyir 10 tam 10'da 2. Yəni C variantı. 11. Deyir ki, bu ifadənin qiymətini tapın. Birinci 3 tam 10'da 6'nı vurmalıyam A'ya. Yəni mənfi 9 tam 8'də 3'ə. Düzgün olmayan kəsrə çevirsək, 9'u 8'ə vurur, 72, üstünə də 3 gəlir, olur 75. Yəni o 3 tam 10'da 6'nı vururuq mənfi 8'də 75'ə. 3 tam 10'da 6'nı 8'ə bölsək 0 tam %45. 0 tam %45'i də 75'ə vursaq 33 tam %75. Yəni cavabımız elədir mənfi 33 tam %75. Bunu aldıq. İndi 3 tam onda 6'nı B'ye vurmalıyam. Yəni 3 tam onda 2'ye. 3 tam onda 6'nı da 3 tam onda 2'ye vuranda alırım 11 tam %52. Özdə müsbət olacaq. O da mənfi, bu da mənfi müsbət verəcək. Yəni mənfi 33 tam %75'in üzərinə gələcəm 11 tam %52'ni. Biri mənfi, biri müsbət olduğu üçün çıxılacaq. Bundan da çıxırıq 33 tam %75'i eləyir 22 tam %23. Özdə mənfi 22 tam %23. İndi mənfi 22 tam %23'ü də bölürük 7 tam onda 2'yə. Yəni buradan bölək. Deməli yazırıq. Mənfi 22 tam %23 normalda bizdə eləyir %2223. Bunu da bölürüksə onda 72'yə. Yəni tərsinə vururuq 72'də 10. Ondan bu ixtisar getdi. Deməli baxaq görək başqa nə ixtisar gedir. 2223'ü 3'ə bölə bilərik. 3'ə bölsək 741 alırıq. 72'ni də 3'ə bölürük. 72 də 3'ə bölünür. Qalır burada 24. Bunu alırıq. Sonra başqa baxaq görək nə ixtisar gedir. 741
Məsələn, başqa nəyə bölünə bilər? 24'ü 10'a vursak, burada alırıq 240. Burada da aldıq 741. Yetmiş kırk biri təzədən 3'ə bölək. Olsun 247. 240'ı da 3'ə bölək olsun 80. Deməli, aldıq mənfi 80'də 247. Bunu isə biz tam və kəsrlə göstərməliyik. O da eləyəcək mənfi 3 tam 80'də 7. Yəni cavab olacaq B bənd. Gəldik 12'ye. Deyir, aşağıdakı bərabərsizliklərdən hansı doğrudur? A, B, C müsbət ədədlərdir və burada da verilibdir. Hər tərəfini əgər 10'a vursaq, A bölünsün 8 bərabərdir. B bölünsün 6 bərabərdir. C bölünsün 12 alarıq. Və bunu aldıqdan sonra özdə burada mənfi 6'dır. Burada isə mənfi 12'dir. Biz də bilirik ki, içərisində 8 müsbət olduğu üçün ona görə belə çıxır ki, bizdən bunları gəlin 2'ye ixtisar aparaq. A bölünsün 4 bərabərdir. B bölünsün mənfi 3. O da bərabərdir. C bölünsün mənfi 6. Elə bir rəqəm götürməliyik ki, A da, B də, C də müsbət ədədlər olmalıdır. Və böləndə də cavablar bir-birinə bərabər olmalı. Məsələn, biz burada tutaq ki, 12 götürsək, 12'ni 4'ə böləndə 3 eləyir. Amma 12'ni 3'ə böləndə 4 eləyir. 12'ni 6'ya böləndə isə 2 eləyir və bir-birlərinə bərabər olmalıdır. Bir-birinə bərabər olması üçün biz məsəl üçün B-ni də mənfi götürməliyik, C-ni də mənfi götürməliyik. Ki mənfini mənfiyə böləndə müsbət alaq. Çünki bizə şərt verilib ki, bunlar nədir? A, B, C müsbət ədədlərdir. Məsələn, özümüzdən bir rəqəm götürək, tutaq ki, həm 4'ə, həm 3'ə, həm də 6'ya bölünən. Hər üçünə bölünən 24. Məsələn, 24'dür, götürsək biz burada 24. Həm də buradan çarpaz belə baxanda A bölünsün 4 bərabərdir. Bizdə B bölünsün mənfi 3'ə. Çarpaz baxanda mənfi 3'ə bərabər olur 4B-yə. Deməli, B-miz mənfi 3'dür. A-mız müsbət 4'dür. A-nı müsbət 4, B-ni mənfi 3 götürdük. Digər kəsrə baxsaq, B bölünsün mənfi 3 bərabərdir. C bölünsün mənfi 6. Mənfi 3C bərabərdir. Mənfi 6B-yə. Həqiqətən də B-miz mənfi 3 idi, C-miz də mənfi 6 oldu. İndi müqayisə edə bilərəm. Burada göründüyü kimi A böyükdür B-dən, o da böyükdür C-dən. A böyükdür B-dən, o da böyükdür C-dən. Amma belə bir cavab yoxdur. Çünki burada uşaqlar başqa yol yoxdur. A-nı bölsək, məsəl üçün 4'ə bərabərdir. B-ni bölürük mənfi 3'ə. Mənfi 3'ə bərabər olur 4B-yə. A-mız müsbət 4 eləyir. B-miz mənfi 3 eləyir. Digər etapda da eyni qayda ilə işləyirik. Yenə də eyni qayda ilə işləsək, A-nı bölsək, məsəl üçün 4'ə bərabər eləyirik. C-ni bölürük mənfi 6'ya. Mənfi 6A bərabər 4C-yə. A 4 olur. C də mənfi 6 olur. Yəni, hər yolda ödəyir. Onda belə çıxır ki, A B-dən, o da C-dən böyükdür. Belə bir cavab da burada yoxdur. Gəldik 13'ə. İfadənin qiymətini tapın deyir. 2 dənə mənfi olanda dediyimiz kimi toplanılır. Mənfi 5,7, bir də mənfi 1,7. Bunları toplayırıq. Qarşıya da mənfi işarəsi atırıq. Deməli, mənfi 5,7 ilə də 1,7'ni toplasaq,
O da eləyəcək bizdə 7,4. Aşağıda da 7,4 var. Özdə mənfi vurulsun 0,6. Böləndə onsuz da bunlar qısa gedir. 1 bölünsün 0,6 oldu. 1'i 0,6'ya bölmək tərsinə 6'da 10'a vurmaq demək. Yəni cavab olur 6'da 10. 2'ye ixtisar aparsaq olur 3'də 5. O da olur 1,3'də 2. Onun üçün də uyğun olacaq D variantı. 14. 14'də uyğunluqdur. Deyir ki, M çıxılsının 0,2'dir. Demək ki, onda M'imiz müsbətdir və N'dən sağda yerləşir. 1'ə uyğun olacaq C bəndi. N isə əksinə M'dən solda yerləşir. B, C getdi 1'ə. 2. Bunları bir-birindən çıxsaq, məsələn, bu normalda 5,90'da 15'dir. Yəni 5,6'da 1'dir. İxtisar aparsa 15'e. Bundan 5,6'da 1 çıxanda 0 alırıq. Demək ki, üst-üstə düşür. 2'ye uyğun olacaq B variantı. 3'də bunların fərqi mənfi alınıbsa, o deməkdir ki, M N'dən kiçikdir. Yəni M N'in sağında yox, əksində solunda yerləşir. Deməli 3'ə uyğun olur A variantı, bir də tərsinə D variantı. 15. Bu ədədlər üçün uyğunluğu müəyyən etməliyik. Məsələn, 1,9'da 3 düzgün olmayan kəsrə çevirsək, 9'da 12 eləyir. 0,75 ise %75 deməkdir. Biz 9 ilə 12'ni ixtisar aparsaq 3'ə, burada 3 qalır, burada 4 qalır. Bunları da 25'i ixtisar aparsaq, burada 4 qalır, burada da 3 qalır. Biri 3'də 4 oldu, biri 4'də 3 oldu. Bunlar qarşılıqlı tərs ədədlərdir. Çünki hasili nəyə bərabərdir? 1'ə bərabərdir. Ona görə birinci uyğun olacaq C variantı. Qarşılıqlı tərs ədədlərdir. 2. Bu çevirsə, bu 3'də 14'də onsuz da. Bunu da çevirsə olur 9'da 2,6. Bunu da düzgün olmayan kəsrə çevirsəm 9'da 18, 18'in də üstünə 6 gələrəm. 24. 3'e ixtisar aparsam olur 3'də 8. Birini 3'də 14 aldım, birini isə 3'də 8 aldım. İndi biz bunları bir-birindən çıxsaq, 3'də 14'dən 3'də 8'e çıxıram. Qalır 3'də 6. 6'nı 3'ə bölündü 2. Demək ki, natural ədəddir fərqi. 2'ye uyğun olacaq A variantı. 3. 3'ü də çevirək. Məsələn, bu normalda 4,90'da 15 deməkdir. Yəni 4,6'da 1 deməkdir. Bu mənfi 4,6'da 1'dir. Bu da mənfi 4,6'da 1'dir. 3'də bunlar üzrə artıq yanlışlıq ediblər. Burada bərabərlik olmalıydı. Çaşıblar. Bu bərabərlik işarəsi olduğu üçün elə müsbət 4,6'da 1'dir. Biri mənfi 4,6'da 1'dir, biri müsbət 4,6'da. Bunlar qarşılıqlı necədir? Əks ədədlərdir. Yəni işarəcə tərsdir. Biri müsbət, biri mənfidir. Tərs olanda tərsinə çeviririk. Əks olanda isə işarəcə əksi olur. Yəni 3'ə də uyğun olacaq B variantı. Bu qədər. Növbəti videolarda görüşmək ümidi ilə sağ olun.